Dubi, Kubi və Bubi, qırmızı daşların sirri. Bir yay səhəri üç dost, Dubi, Kubi və Bubi, meşənin dərinliklərinə tərəf şən-şən addımlayırdılar. Günəş yarpaqlarda rəqs edir, külək ağacların arasında yumuşaq mahnı oxuyurdu. Amma elə bu vaxt başlarının üstündən uçan mavi və ağ rəngli kiçik quşlar peyda oldu. Quşlar elə yaxın uçurdular ki, sanki uşaqlara nəsə demək istəyirdilər. Əvvəlcə dostlar heç nə anlamadı. Amma quşların səsi biraz da yaxınlaşdı. Cirik, cirik, qaranlıqdan qorxma, içində işıq var. Dubi dayandı. Məncə quşlar bizə nəsə deyir, diqqətlə qulaq asaq. Quşlar yenə dövrə vurub cikildədi. Mağara, mağara, get gör. Dubi gözlərini böyütdü. Deyəsən bizi bir yerə çağırırlar. Bubi başını qaşıdı. Axı quşlar niyə mağaraya aparsın ki? Elə bu vaxt ağacların arası açıldı və qarşılarında iri qaya daşları ilə örtülü sirli bir mağara göründü. Quşlar son dəfə qışqırdı. Çəkinmə, içəri bax. Uşaqlar cəsarətlə içəri girdilər. Amma girən kimi qəribə, gürultulu bir səs eşidildi. Uuu, buu, huu. Bubi çığırdı. Ay aman, bu neydi belə? Dubi dərhal geri döndü. Qaçın, kim bilir nə canavardı? Dubi də çantasını təzədən bağlamadan çölə çıxdı və üç dost meşə yolu ilə qaça-qaça uzaqlaşdılar. Aslanla qarşılaşma. Tam nəfəs-nəfəsə qaçarkən böyük, nəhəng bir aslan ağacların arasından çıxdı. Amma elə mehriban görünürdü ki, heç qorxunculu değildi. Aslan sakit səsi ilə dedi. Niyə belə qorxdunuz, balacalar? Dubi hələ də nəfəsini dərirdi. Mağarada bir səs var idi. Dubi sözə qarışdı. Bizə hücum eləyəcək sandıq. Aslan gülümsədi. O səs mağaranın içindən gələn küləkdir. Orada heç bir təhlükə yoxdur. Sonra o biraz yaxınlaşıb pıçıltı ilə əlavə etdi. Amma mağaraya girməyin bir sirri var. Əgər qorxmadan daxil olmaq istəyirsinizsə, mağaranın qabağında olan qırmızı daşları götürməlisiniz. Qırmızı daşlar nəyə lazımdır? Soruşdu Bubi. Aslan cavab verdi. Onlar qorxunu udan sehirli daşlardır. Onlardan ikisini çantanıza qoysanız, mağaradakı heç bir səs sizi qorxutmayacaq. Qalanını isə yol boyu işıq kimi istifadə edə bilərsiniz. Dubi həyəcanlandı. Sehirli daşlar, mən ikisini alıram. Dubi güldü. Mənim çantamda yer çoxdur, hamısı sığar. Bubi daşları yığa-yığa gedi. Deməli, qorxunun dərmanı qırmızı daşlardı. Uşaqlar aslana təşəkkür edib yenidən mağaraya qayıtdılar. Bu dəfə çantalarında par-par parıldayan qırmızı daşlar var idi. Mağaranın ağzına çatanda Dubi dedi. Uşaqlar, indi heç qorxmuram. Dubi də başını tərpətdi. Mən də, sanki içimdə işıq yanır. Bubi əlində bir daşı yuxarı qaldırdı. Gəlin gedək, macəra bizi gözləyir. Onlar mağaranın içinə girdilər və bu dəfə gürultulu səs bir mahnı kimi eşidildi. Huu, buu, uuu. Amma heç biri qorxmadı, çünki qırmızı daşlar yumuşaq bir istilik saçırdı. Mağaranın dərinliyində uşaqlar böyük bir, mağaradakı heç bir səs sizi qorxutmayacaq. Qalanını isə yol boyu işıq kimi istifadə edə bilərsiniz. Dubi həyəcanlandı. Sehirli daşlar, mən ikisini alıram. Dubi güldü. Mənim çantamda yer çoxdur, hamısı sığar. Bubi daşları yığa-yığa gedi. Deməli, qorxunun dərmanı qırmızı daşlardı. Uşaqlar aslana təşəkkür edib yenidən mağaraya qayıtdılar. Bu dəfə çantalarında par-par parıldayan qırmızı daşlar var idi. Mağaranın ağzına çatanda Dubi dedi. Uşaqlar, indi heç qorxmuram. Dubi də başını tərpətdi. Mən də, sanki içimdə işıq yanır. Bubi əlində bir daşı yuxarı qaldırdı. Gəlin gedək, macəra bizi gözləyir.
Onlar mağaranın içinə girdilər və bu dəfə gürültülü səs bir mahnı kimi eşidildi. Hu, bu, u. Amma heç biri qorxmadı, çünki qırmızı daşlar yumuşaq bir istilik saçırdı. Mağaranın dərinliyində uşaqlar böyük bir kristal gördülər. Kristal ətrafa göy, yaşıl və qızıl rənglər saçırdı. Dubi heyranlıqla dedi, "Məgər quşlar bizi buna görə buraya çağırırmış?" Cubi sevincdən hoppandı. "Aslan olmasaydı heç vaxt içəri girə bilməzdik." Bubi güldü. "Qorxu olsa da onu tanıyıb üzərinə gedəndə yox olur." Beləcə Dubi, Kubi və Bubi həmin gündən sonra meşədə qorxmadan gəzirdilər. Çünki çantalarında sadəcə qırmızı daşlar yox, həm də bir dərs vardı. Qorxunu məğlub etməyin ən yaxşı yolu onu tanımaq və üzərində irəliləməkdir.